ürəyin sındır, sonra bütün dünyanı ver ki, qəlbin, ürəyin alasan kəffarəsi deyil. Bütün dünyanın hamısını versin ona, yenə də, hətta dillər ürək sındıran tövbə eləsə zərbəsini alacaq. Tövbə eləyir, bağışlanır, amma dünyada o ah ki çıxmışdı onun ürəyindən. O ahın cəzası var. Ona görə biz diqqətli olaq. Hər adama hər sözü demək olmaz. Acı danışmaq, ürək sındırmaq, bunlar olmaz, yol verilməz hal. Ürək barədə sizdən bir kiçik qardaşınız kimi deyirəm, hiss edirəm cəmiyyətdə buna riayət olunmur. Ürək sındırmaq barədə diqqətli olun. Sən ancaq kiminlənsə vəzifən sərt danışmaq olar, sərt danışarsan. Yoxsa sən şəxsi qəzəbi kiminsə üzərinə tökmək, ürək sındırmaq çox pis bir haldır, çox pis bir şeydir. Allah çox sərt yanaşır. İnsanların qəlbinə toxunmağa, ürək sındıranda bunlar hamısı toplanır, sonra ibadətləri və od vurur. Bütün yaxşılıqlar. Heç kəsi incitmək icazəli deyil, heç kəsi. Ancaq bir halda olar ki, sənə vacib olsun. Bu nə deməkdir? Yəni bir adam qılınc çəkib, silah çəkib, haqla vuruşmursa, haqqa düşmənçilik eləmirsə, vuruşmursa, sən heç kəsin ürəyini sındıra bilməzsən. Heç kimin ürəyini sındırmazsan. Ürək sındırmaq hünər deyil. Acı söz demək, tikanlı danışmaq, qəlb sındırmaq hünər deyil. Allahın qəzəbini alovlandırır. Bu sosial şəbəkələrdə Allah şahiddir, mənim ürəyim yanır. Bu qədər qeybət, böhtan, təhqir, məsxərə, ələ salma görsən, iman əhlidir bir-birindən nə sözlər, nə təhqirlər. Bunlar hamısı Allah göstərməsin qorxuludur ki, adamın aqibəti müsəlman olmaz. Adam bundan çəkinir, bu qəlb sındırmaqla, böhtan atmaqla, oldu olmadı sözü danışmaq. Deyirlər filan kəs filandır, deyirlər. Bu deyirlərlər müsəlmanların evliliyi. Deyirlər haqla batilin arası dörd barmaqdır. Dörd barmaq bax burada, bura qoyanda nə olur? Qulaqla göz arasıdır. Eşitdiyin batil, çox halda gördüyün haqq. Mən bu yaş təcrübəmdən sizə deyim ki, 90% hallarda eşitdiklərimiz batil. Mən tam əminliklə sizə deyim. Eşitdiklərimizə mən artıq inanmıram. Deyirəm, sözü deyirlər. Biraz başlayırsan araşdırmağa görürsən başqadır söz. Biraz başlayırsan araşdırmağa. Amma qəzavət eləyəsən, hökm çıxardasan, bu böhtan olar. Hədislərdə var, qəbirdən adamlar qalxanda, böhtan atanları bir oddan təpənin üstündə, deyərlər, odun içində biraz hələ gözləyin, qəşəng odun içində. Deyək, öbürlərin hesabını, haqq hesabını eləyək. Deyək, bütün məxluqat cənnətə, cəhənnəmə bölünür, qutarır. Sonra gəlirlər böhtan atanlara, indi nə desələr yaxşı? Deyirlər, indi böhtanlarınızı sübut eləyin. Böhtanı sübut eləmək olur. Böhtan. Sübut elə demişdin ha filan şey. Biz elə bilməyək dünyada danışdığımız sözlər havaya gedir, ürək sındırmağımız, cəmaatın qeybətini eləməyimiz, haqqını tapdalamağımız. Bunlar hamısı sorğu-sualı var. Ondan qabaq özümüzdə bu halı yaradaq, özümüzü bağışlatdıraq. Əvvəlcədən kiminsə haqqı boynumuzda gəlməyək. Mən bunu hamımıza ürəyimizin yandığından deyirəm. Zəng eləyək, halallıq alaq, ümumi halallıq istəyək, bir-birimizə halallıq verək, valideynlərimizdən, dünyadan köçən valideynlərimizi bugün Fatihə ilə yad eləyək, orada da olsalar bizdən razı olmalıdırlar.